2026-cı ildə işləri yaxşı kimi gedəcək 5 bölc. Astroloqların proqnozlarına görə 2026-cı il xüsusilə karyera, biznes və maliyyə baxımından bəzi bürclər üçün qızıl dövr vəd edir. Demokratas xəbər verir ki, planetlərin əlverişli düzülüşü bu bürclərə həm yeni imkanlar, həm də gözlənilməz uğurlar gətirəcək. 2026-cı ildə işi ən rahat gedəcək 5 bürcü təqdim edirik. Oğlaq bürcü. 2026-cı il oğlaqlar üçün uzun illərin əziyyətinin real nəticələrə çevrildiyi dövr olacaq. Saturnun dəstəyi bu bürcün nümayəndələrinin iş həyatında sabitlik, yüksəliş və nüfuz qazandıracaq. Rəhbər vəzifəyə keçid, maaş artımı və ya öz biznesini böyütmək üçün ideal zamandır. Boğa bürcü. Boğalar 2026-cı ildə maliyyə baxımından rahat nəfəs alacaqlar. Xüsusilə investisiya, daşınmaz əmlak və ailə biznesi ilə məşğul olan boğalar üçün son dərəcə məhsuldar olacaq. Risk etmədən, ağıllı addımlarla böyük qazanc əldə etmək mümkündür. Qız bürcü. Qız bürcləri üçün 2026-cı il planlı və sistemli işləyənlərin mükafatlandırıldığı il olacaq. Analitik düşüncə və məsuliyyət hissi sayəsində işdə fərqlənəcək. Rəhbərliyin diqqətini cəlb edəcəklər. Xariclə əlaqəli layihələr və yeni müqavilələr də gündəmə gələ bilər. Şir bürcü. Şirlər üçün 2026-cı il parlaq səhnə deməkdir. Günəşin güclü təsiri bu bürcün nümayəndələrinə liderlik imkanları açacaq. Media, siyasət, yaradıcılıq və idarəçilik sayəsində çalışacaqlar. Çalışan şirlər üçün xüsusilə uğurlu il görünür. Oxatan bürcü. Oxatanlar 2026-cı ildə gözləmədikləri iş təklifləri və beynəlxalq imkanlarla qarşılaşa bilərlər. Səyahət, xaricdə iş və ya yeni səyahətə keçid bu bürc üçün çox uğurlu nəticələr verəcək. Risk etmədən, çəkinmədən oxatanlar böyük qazanc əldə edəcək.